Buradan hamınızı salamlayıram. Pərvanə Məhərrəmovanın haqqında bilirsiniz ki, Azərbaycanda Xoşqədəm xanımın verilişində Pərvanəyə xərçəng xəstəliyi diaqnozu qoyulmuş idi və Pərvanə Gürcüstana gələndən sonra burada xərçəngliyə xəstəlik onda çıxmadı. Onun məddəsində polip var idi və yazva 2 aydır Pərvanə müalicə görür və o polipi əməliyyat etmək üçün mədəsi mütləq müalicə olunmalı idi. Bugün Pərvanə xəstəxanaya gəlib və ona polipinə biz əməliyyat edəcəyik. O videoyu da mütləq sizinlə paylaşacağım. Pərvanənin sonu ölüm deyil, sağalmaq oldu. Ay həkim, dərdimin əlacı səndə. Dərman eylə, gözü yolda qalan var. Öz ömrüm hələ qalsın bir yana. Gözləyənim, evdə körpə balam var. Dözə bilmə. Gəldim Pərvanə yanına, İzafət də buradadır. Pərvanə, nə tərsən? Özün nə tər hiss edirsən? Hancaqsan? Salam söylüyorum herkese. Açacağım. Canlı açasan, danışasan. Bu polipi gözlürdük biz ki. Pərvanənin 3 aydan sonra qarın boşluğuna su dolmalıydı, amma bunun heç biri olmadı. Polip var idi, o polipi götürdük. Allahın köməyi ilə yenə müalicəsini davam edirik. İnən belə, yenə deyirəm, Pərvanə sağaldı.